İyunun 12-sində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumat verilib. Məlumata əsasən, sözügedən tarixdə minlərlə pensiyaçıya iyun ayı üzrə pensiya vəsaitlərinin köçürülməsi planlaşdırılır. Pensiyalar vətəndaşların bank hesablarına mərhələli şəkildə yatırılacaq və vəsaitlər ödəniş həyata keçirildikdən sonra bankomatlar vasitəsilə nağdlaşdırıla biləcək. Nazirlik bildirib ki, Bakı, Sumqayıt və Abşeron rayonu üzrə qeydiyyatda olan pensiyaçıların ödənişləri iyun ayının 12-sində təmin ediləcək. Bununla yanaşı digər şəhər və rayonlarda yaşayan vətəndaşların pensiya ödənişləri də müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçiriləcək. Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş şəxslərin pensiyaları da bu ay əvvəlki aylarda olduğu kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən veriləcək. Bu kateqoriyaya daxil olan vətəndaşların vəsaitləri üçün əlavə müraciət etmələrinə ehtiyac yoxdur. Vətəndaşlara tövsiyə edilir ki, pensiya ödənişləri ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən izləsinlər və müxtəlif sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara etibar etməsinlər. Pensiya və digər sosial ödənişlərlə bağlı bütün yeniliklər Nazirliyin rəsmi açıqlamaları vasitəsilə ictimaiyyətə çatdırılır. Xatırladaq ki, ölkədə pensiya ödənişləri hər ay əvvəlcədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilir. Məqsəd pensiyaçıların sosial təminatının vaxtında və fasiləsiz şəkildə təmin olunması, vətəndaşların öz vəsaitlərini rahat şəkildə əldə etmələrinə şərait yaradılmasıdır. Beləliklə, Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiya alan şəxslərin iyun ayı üzrə ödənişlərinin iyunun 12-sində həyata keçirilməsi nəzərdə tutulur. Digər bölgələr üzrə pensiyaların da qrafikə uyğun olaraq yaxın günlərdə ödənilməsi gözlənilir.